Salam uşaqlar, bugünkü dərsimiz hüceyrənin ümumilikdə quruluşudur və biz ilk olaraq hüceyrənin quruluşunda hüceyrə qılafının quruluşu haqqında sizə məlumat verəcəyik. Biz 6-cı sinifdə hüceyrə bəhsini keçəndə öyrənmişdik ki, hüceyrə əsasən 3 hissədən ibarətdir. Qılaf, sitoplazma və nüvə. Və biz 11-ci və 10-cu sinifdə artıq bütün bu məlumatları təkmilləşdirib daha geniş şəkildə öyrəndiyimizə görə artıq deməli bu mövzuda biz qılafın ümumi strukturunu, quruluşunu və onun funksiyaları haqqında məlumat verəcəyik. Qılaf ümumiyyətlə bitki və heyvan hüceyrələrində, demək olar ki, əksər canlıların hüceyrələrində qılaf 2 hissədən ibarətdir. Xarici qılaf və daxili qılaf. Xarici qılaf bitkilərdə, göbələklərdə və bakteriya göy-yaşıl yosunlarda əsasən hüceyrə divarı adlanır. Bunun hüceyrə divarı adlanmasına səbəb odur ki, həmən bu canlılarda qılaf 5 maddədən təşkil olunub və o 5 maddədən təşkil olunduğuna görə hüceyrə divarı adlanır. Heyvanlarda isə hüceyrə divarı olmur. Xarici qılaf heyvanlarda qlukokaliks adlanır. Yəni, o bitki, göbələk və bakteriyalarda olduğu kimi 5 maddədən təşkil olunmuyub. O elastikdir. Ona görə biz heyvanlarda hüceyrə divarı adlandırmayacaq. Yəni, xarici qılafı biz hüceyrə divarı adlandırmayacaq. Keçirik digər bir məsələyə. Deməli, ümumiyyətlə, baxaq görək, bu canlılarda xarici qılaf nədən təşkil olub? Maddə olaraq, yəni tərkibi nədir? Bitki və heyvan hüceyrələrində biz bayaq dedik ki, deməli, bu qılafın həm funksiyası, həm tərkibi fərqlidir. Belə ki, bitki və bakteriyalarda hüceyrə divarı var və o əsasən sellozadan təşkil olunub. Selloza karbohidratdır və bərk maddədir. Heyvan hüceyrələrində isə və göbələk hüceyrələrində isə tamam fərqli deməli maddədən təşkil olunub. Belə ki, göbələk hüceyrələrində əsasən xitin maddəsindən yenə karbohidratdır bu. Heyvanlarda isə qlukokaliks biz dedik ki, nədən təşkil olunub? Polisaxarid və zülallardan təşkil olunub. Keçirik indi xarici qılafın formasına. Misal üçün, biz bitki hüceyrəsində xarici qılafın formasına baxsaq, görürük ki, onda xarici qılaf çox qalındır və 5 maddədən təşkil olunub və bu xarici qılaf bitki hüceyrəsində həm bitki hüceyrəsinin tamlığını, mühtəviyyatını qoruyur, onu əhatə edir və digər hüceyrələrlə əlaqələndirir. Heyvan hüceyrəsində isə xarici qılaf gördüyünüz kimi qalın deyil və bitkidəki kimi deməli dayaq rolu oynamır. Əsasən elastikdir və digər hüceyrələrlə əlaqəsini təmin edir. Yəni, biz bunu ümumiləşdirsək, deyəcək ki, bitki hüceyrəsində qoruma funksiyası daşıyır, tamlığını təşkil edir və 5 maddədən təşkil olunub. Ona görə də bitki hüceyrəsi öz formasını çox çətin dəyişir. Heyvan hüceyrəsində isə qlukokaliksdən təşkil olunduğuna görə o elastikdir, qılafı müxtəlif hissələrdən əyilə bilər. Keçirik digər məsələyə. Daxili qılaf. Daxili qılaf plazmatik membran adlanır. Yəni, bu bütün canlılarda mövcuddur, demək olar ki. Əgər biz xarici qılafı elektron mikroskopu deyil, işıq mikroskopu ilə baxsaq, onu görə bilərik. Amma plazmatik membranı görmək üçün mütləq elektron mikroskopdan istifadə eləməliyik. Membran termini isə dəri örtük deməkdir, latıncadır. Əgər biz plazmatik membranın quruluşuna baxsaq, görərik ki, o 2 cərgə düzülmüş lipid qatından və onlar arasındakı nizamsız formada düzülmüş zülal molekullarından ibarətdir. Əgər biz bu şəkildə diqqətlə baxsaq, görərik ki, zülal molekulları lipid qatını bəzən deşib önə doğru, yəni xarici qılafa doğru keçə bilir. Bura fikir versək, onu görə bilərik. Eyni zamanda, burada bu şəkildə biz bitki hüceyrəsi deyil, heyvan hüceyrəsinin plazmatik membranın quruluşunu vermişik. Görürsünüz ki, burada yazıb qlukokaliks
Və qlukokaliks biz bayaq da dedik ki, polisaxaridlərdən və zülallardan təşkil olunur və biz buradakı polisaxaridlərə nəzər yetirsək görəcəyik ki, glukokaliksin, deməli, polisaxaridləri plazmatik membranın zülalları ilə birləşibdir. Bundan başqa, bu forma plazmatik membrana elə bir funksiya vermiş olur ki, yəni iki cərgə düzülmüş lipid qatı və onun arasındakı zülallar bu cür quruluş plazmatik membrana dinamiklik funksiyası verir. Yəni o dinamik olaraq hərəkət edə bilir və hərəkət elədikcə, yerini dəyişdikcə maddələr burada, müxtəlif maddələr plazmatik membrandan içəriyə doğru və yaxud da ki, içərdən xaricə doğru hərəkət edə bilər. Eyni şeyi biz xarici qılaf üçün də deyə bilərdik ki, xarici qılafın da üzərində məsamələr olur ki, həmən maddələr o məsamələrdən keçərək daxil olur plazmatik membran məsamələrinə, oradan da hüceyrəyə. Bundan başqa, deməli, biz bilməliyik ki, plazmatik membran hansı funksiyalar daşıyır? Plazmatik membranın funksiyalarına gəldikdə isə, biz burada əsas nəyə qeyd etməliyik? Plazmatik membranın əsas funksiyalarından biri, ən əsas funksiyalarından biri hüceyrə mühtəviyyatını xarici mühitdən ayırmaqdır. Yəni, əgər plazmatik membran və ya qılaf olmasaydı, onda hüceyrənin mühtəviyyatı dağıla bilərdi. Təsəvvür edin ki, yumurtanın qabığı olmasa, yumurta necə dağıla bilərsə, qılaf da dağılsa, hüceyrə o formada dağıla bilər. Bundan başqa, plazmatik membranın digər funksiyası, ən əsas funksiyası maddələrin daşınmasında iştirak eləmək. Yəni, su və mineral maddələrin, ionların, iri molekullu deyək ki, maddələrin hüceyrəyə keçməsi, hüceyrədən hüceyrə-arası maddəyə keçməsini təmin edən nədir? Plazmatik membrandır. Plazmatik membranın digər funksiyaları isə fagositoz və pinositozdur. Fagositoz və pinositoz nədir? Buna diqqətlə qulaq asmaq lazımdır və bu məsələyə xüsusi yer vermək lazımdır. Fagio sözünün mənası, deməli, uduram deməkdir. Fagositoz mahiyyətcə bərk maddələrin hüceyrəyə daxil olmasıdır. Yəni, plazmatik membranın köməyi ilə bərk maddələrin hüceyrəyə daxil olmasıdır. Pinositoz isə maye şəklində olan maddələrin, deməli, hüceyrəyə daxil olmasıdır. Ümumi fagositozun mexanizminə baxsaq, görək necə gedir. Deməli, dedik ki, fagositoz udmaq, yəni fagiya udmaq, sitoz hüceyrə deməkdir. Fagositozun ümumi mexanizminə baxsaq, görürük ki, bərk maddə hüceyrənin, deməli, yalançı ayaqları vasitəsilə əhatə olunur və plazmatik membran sonda həmən maddəni, deməli, yalançı ayaqlar əhatə etdikdən sonra qırılır, yenidən birləşir və bir müddətdən sonra nə olur? Həmən maddə hüceyrənin daxilinə keçir və həzm olunur. Biz buna əməbün fagositoz yolları qidalanmasında da şahid olmuşduq ki, onda da fagositoz yolları qidalanma vardır və yaxud da ki, biz göstərə bilərik insan leykosit hüceyrələri ki, onlar da yalançı ayaqlar əmələ gətirib, fagositoz yolları bədənə düşmüş yad cisimcikləri həll edə bilirdi. Fagositozda siz fikir versəz, görürsünüz ki, plazmatik membran içəriyə doğru çökür. Keçək pinositoza. Pinositozda isə mexanizm fagositozda olduğu kimidir. Lakin burada bilirsiniz ki, maye şəklində olan maddələrin udulması idi. Daha doğrusu içirəm deməkdir. Yəni, burada da yenə plazmatik membran içəri çökürdü və sonradan birləşirdi və maye şəklində olan, deməli, həmən maddələr hüceyrənin daxilinə keçmiş olurdu. Pino sözünün mənası içmək deməkdir. Fagio udmaq deməkdir. İndi biz baxaq görək hansı canlılarda fagositoz prosesi gedə bilər, hansı canlılarda isə pinositoz prosesi gedə bilər. Demək olar ki, fagositoz prosesi əsasən heyvan hüceyrələri üçün xarakterikdir. Pinositoz prosesi isə əsasən heyvan, bitki və göbələk hüceyrələri üçün xarakterikdir. Buradan bir sual ortaya çıxır ki, bəs nə üçün bitki və göbələk hüceyrələrində fagositoz prosesi həyata keçirilə bilmir və ya baş verə bilmir? Çünki biz bayaq da xarici qılafın quruluşunda dedik ki, xarici qılaf hüceyrə, deməli, bitkilərdə və göbələklərdə
bərk maddədən təşkil olunub və faqositozun getməsi üçün mütləq xarici qılaf elastik olmalıdır. Ona görə də buradan belə bir nəticəyə gəlirik ki, heyvan hüceyrələrində xarici qılaf qlukokaliksdən təşkil olunduğuna görə o elastikdir və o rahatlıqla müxtəlif hissələrdən əyilə bilir və faqositoz prosesi baş verə bilir. Pinositoz isə deməli bütün canlı aləmlərdə demək olar ki, bakteriyalar çıxmaq şərti ilə hamısında baş verir. Deməli uşaqlar, biz bugünkü dərsimizdə nə öyrəndik? Xarici qılaf və daxili qılafın quruluşunu. Biz dedik ki, bitki və göbələk, eyni zamanda bakteriya və göy yaşıl yosunlarda xarici qılaf sellulozadan, deməli bitkilərdə sellulozadan, göbələklərdə xitin maddəsindən, eyni zamanda bakteriyalarda da sellulozadan təşkil olunduğuna görə həmən maddənin hesabına onların xarici qılafı bərk oldu və hüceyrə divarı adlandı. Hüceyrə divarı bitki hüceyrəsində əsasən hüceyrənin möhtəviyyatını qorumaq və digər hüceyrələrlə əlaqəsini təmin etmək oldu. Heyvan hüceyrəsində xarici qılaf glikokaliks adlandı və o polisaxarit və zülallardan təşkil olundu. Elastik idi və işıq mikroskopunda görsənmirdi. Glikokaliksin hüceyrə divarının əsas fərqi ondan ibarət idi ki, glikokaliks bitki hüceyrəsindəki kimi möhtəviyyatı əhatə etməklə bərabər xarici mühitlə əlaqəsini təmin edirdi, yəni hüceyrə divarı rolunu oynamırdı. Bundan başqa biz digər məsələyə də toxunduq ki, plazmatik membranın əsas funksiyaları nə idi? Yəni faqositoz nədir, pinositoz nədir və hansı canlılarda faqositoz prosesi gedir, hansı canlılarda pinositoz prosesi gedir və beləliklə biz ümumilikdə plazmatik membran və qılafın quruluşu haqqında və funksiyası haqqında məlumat verdik. Sağ olun.